Demək, eynəklər ümumi olaraq qiymət olaraq 2 manat, 2 manat 50 qəpikdən başlayır, ta 10 manata qədər. Qırılması yaxından göstərə biliriksə, baxın, çox elastikdir. Pərakəndə satış qiyməti 4 manatdır. Topdan qiymət daha aşağı təklif olunacaq. Demək, nidimkat çeşidləri cütü başlayır 80 qəpikdən. Sadə zacım çeşidləri, xırda olanlar isə digər tərəfdə göstərəcəm. 35-40 qəpikdən başlayır. Çətirlər başlayır topdan qiymət 2 manatdan. Düz yuxarı dəyişir. Qiymət olaraq da 1 manat 50 qəpik, 2 manat bu sadə çeşidlər. 2 manat 50 qəpik uşaqlar üçün olan çeşidləridir. Topdan qiyməti, baxın bunlar. Böyük ölçülər üçün 3 manatlı topdan qiyməti. Və kaşalok cüzdan çeşidləri 50 qəpikdir topdan qiymət. Bunlar da yenə paçkası 3 manat, 5 manat, 4 manat fərqli belə çeşidlər var. Üzəri daş və həmən bu təbii otdan. Krem hissəsi təbii otdur. Bunlar isə 1.50-dir. Yenə burada da paçkası 5 manat, 4.50, 5 manat, 5.50 fərqli qiymətlər var. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, mövsüm məhsullarıdır. Ən çox bu vaxtlarda istifadə olunan eynəklərdir, daha sonra saç aksesuarlarıdır və çətirlərdir ki, düzdür, çətirlərin mövsümü deyil, amma bəzi yayda sırf istifadə olunan çanta xanımların əl çantalarında rahat şəkildə yerləşdirə biləcək kompakt çətirlər də var inşallah. Onu da içəriyə keçib göstərəcəm. Qısa olaraq ilk olaraq mağaza ünvanı qeyd edirik. Yenə eyni qaydada Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisində yerləşir bu toptancı mağaza. Mano aksesuar adlanır ki, şəhərdə fəaliyyət göstərən və həmçinin də regionlarda fəaliyyət göstərən zincir şəbəkə marketlərdir ki, Arazdır, Bravodur, Bazar Store'dur, Rahat Marketdir, daha sonra Olivier Beauty məhsullar satan zəncir mağazası. Həmçinin bunlarda da bu mano aksesuarın çeşidlərinə rast gələ bilərsiniz. İndi isə keçib içəridən inşallah sizləri bir-bir yaxından daha yaxına göstərəcək. Kimlər ki, saç aksesuarları, Unvermağ marketin mağazası varsa, bu çeşid məhsulları ala bilirsə, rahat şəkildə bu toptancıdan tədarükünü eləyə bilər. Ən əsas üstünlüklərindən biri oldu ki, köçürmə üsulu ilə də satış eləyə bilirlər ki, rahat şəkildə sizdə köçürmə üsulu ilə alışını edib, rahat şəkildə sizdə rəsmləşdirə bilərsiniz. İçəri keçmədən özlə kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, növbəti toptancılar da sizin qarşınıza çıxsın. Bu videonu isə ətrafınızda bu çeşid məhsullar satan varsa onlar da göndərin, tanısınlar. Korpus yerləşir 26 mağaza nömrəsi 3 Mano aksesuar mağazası. Qısa olaraq mağaza haqqında məlumat verim ki, mağaza 2014-cü ildən fəaliyyət göstərir. Market əsasən market şəbəkələrinə qeyd etdiyimiz məhsulların tədarükünü edir. Həmçinin siz də əgər Unvermağ, market, mağaza, kosmetika, gözəllik salonları və s. kimi mağazalarınız varsa, yəni bu kimi çeşidləri də satmaq potensialınız varsa, bu toptancı mağazalarına əməkdaşlıq edə bilirsiniz. Üzərində üstünlüklərindən biri də odur ki, yəni məhsul qiymətinin heç bir artım olmadan gördüyünüz kimi üzərində bu şəkildə etiketli mano aksesuar etiketi ilə də götürə bilərsiniz. Təbii ki, bu sizin öz istəyinizə bağlıdır. Əgər mağazanızın, Unvermağınızın özünə xüsusi etiketiniz varsa, öz etiketinizi yox, əgər yoxdursa, bu şəkildə həm eynəklərin üzərində, həm saç aksesuarlarının üzərində fərqli növlər var. Bu həmən bu kartların ki, daha səliqəli formada müştərilərinizə təqdim eləyəsiniz. Bu halda bir qədər, yəni baha da satmaq, daha yaxşı qiymətə satmaq ehtimalı daha yüksəkdir. Bunu da nəzərinizdə olsun. Həmçinin yeni başlayanlar və yaxud da bu çeşid ümumiyyətlə satış etməmisinizsə, baxın bu şəkildə stendlər də var ki, hazır formada əldə edə bilərsiniz. Üzərini də elə burada olan məhsullardan mağaza əməkdaşları, mağaza rəhbəri tərəfindən sizə də kömək oluna bilər ki, hansı məhsullar daha yaxşı işləyir, həmən məhsullardan üzərinə yığdırıb hazır formada aparıb siz də öz Unvermağınıza, mağazanıza, marketinizə qoyub satışını eləyə bilərsiniz. İndi isə demək girişdən sağ tərəfdən başlayırıq. Yenə eynəklərdir. Daha sonra yuxarıda isə saç aksesuarlarıdır ki, bir-bir nümunə olaraq göstərək və ümumi olaraq qiymətlər neçədən başlayır, onu da qeyd edək. Standart, yəni bazarda olan qiymətlərlə eynidir. Yəni hər hansı bir qeyri-adi bir dəyişiklik yoxdur. Açıq çeşidlərində həm bəylər üçün, həm xanımlar üçün, həmçinin də uşaqlar üçün olan çeşidləri var. Fərqli qiymətlərədir. Orqanika, plastik, dəmir, titan, yüngül ekran və yüngül aprav olan var. Plastik apravla olan çeşidlər var. Eləcə də həm şüşə, kristal, həmçinin də orqanika, plastik şüşə ilə olan çeşidləri var ki, yenə də fərqli yüzlərlə gördüyünüz kimi bu hissə girişdən həmən sağ tərəf bura bəylər üçün olan çeşidlərdir.
Sol tərəfdə isə xanımlar üçün olan çeşidlərdir. Həmçinin də burada vitrinlərin üzərində var. Aşağı hissələrdə də burada stok formasında digər məhsul çeşidləridir ki, yenə də həmçinin də mağazanın ikinci mərtəbəsində ambar olaraq, stok olaraq istifadə olunur. Yuxarıdan da arxa fonda göstərməyə çalışacağam ki, yəni rahat şəkildə stok da var. İstədiyiniz sayda həmən bu çeşid məhsulların tədarükünü eləyə bilərsiniz ki, düzdür, eynəkdir, çətirdir, bir qədər mövsüm məhsuldur, amma saç aksesuarları demək olar il boyu satılan məhsul kateqoriyasındandır. Demək, eynəklər ümumi olaraq, qiymət olaraq qeyd eləsi olsaq, minimum olaraq 2 manat, 2 manat 50 qəpikdən başlayır, ta 10 manata qədər gördüyünüz kimi fərqli aprava modelləri var, yanı tutulu, açıq, plastik apravana qeyd etdiyim kimi alüminium apravanın həmən titan deyilən həmən bu apravalardır ki, biraz daha çox elastikdir. İrəlilərdə inşallah digər çeşidlərdə göstərəcəm. Həmçinin xanımlarda da eyni keçərlidir. Minimal alış isə əgər bəzi mağazalar var ki, daha az həcmdə almaq istəyir, minimum 100 manatdan başlayaraq alışlar eləyə bilərsiniz topdan qiymətlə. Yəni dediyimiz qiymətlər topdan alışda keçərlidir və həmçinin də minimum 100 manat olunmalıdır ki, regionlarda fəaliyyət göstərirsinizsə, buradan yük maşınlara gedib ondan sizin həmən yaşadığınız ünvana göndərmək bu toptancılara da daha uyğun olsun, əlverişli olsun. Ona görə minimal 100 manat təyin olunur. Və onu da qeyd edim ki, demək, şüşələr gördüyünüz kimi əksəriyyəti polaroid şüşələrdir ki, qırılması yaxından göstərə biliriksə, baxın, çox elastikdir, uzun müddətdə yəni istifadəyə imkan verir ki, cızılması, yəni səth ilə cızılsan cızılar, amma qırılması rahat şəkildə hər hansı bir yerə atdıqda, qoyduqda tam arxayın ola bilirsiniz. Yuxarı hissədə isə paralel şəkildə gedir. Demək, saç aksesuarlardır. Bunlar saç buran çeşidlərdir. Zajımı var üzərində. Daha sonra saç vurması üçün belə elastik bir materialdan uzun bu şəkildə aksesuarıdır. Adını bilmirəm. Bu pərakəndə satış qiyməti 4 manatdır. Topdan qiymət daha aşağı təklif olunacaq. Fərqli rəng çeşidləri var. Gördüyünüz kimi 4-5 fərqli rəng çeşidləri var. Daha sonra isə burada da zajim çeşidləri. Zajim çeşidlərinin digər hissədə də var. Onları da mümkün olduğunca göstərəcəyim. Yenə burada tüklü formada, fərqli yay aylarında, qış aylarında uyğun olan fərqli çeşidlər var ki, nevdimka formasında olanlar var, zajim formasında olanlar var. Baxın, nevdimkaların sadə çeşidləri də var. Yaxından da göstərir və burada zərli, belə fərqli qaşlarla bəzədilmiş fərqli formaları var. Həm gümüşü rəngdə olan çeşidləri var, həm qızılı rəngdə olan çeşidləri var. Çeşid həddən artıq çoxdur. Yəni bir-bir bu xırda çeşidləri göstərmək vaxt məhdudiyyət, vaxt baxımından uyğun olmur. Yenə də bunları baxın bu şəkildə alıb, pankartlar da üzərində həmən bu kartlar da sizə pulsuz olaraq, yəni mağaza tərəfindən verilir ki, bu şəkildə siz də öz vitrinlərinizdə sərgiləyəsiniz, daha səliqəli görsənsin və daha yaxşı arxasına da belə bu şəkildə qiymətini vurub satışını təşkil eləyə bilərsiniz. Demək, nevdimka çeşidləri, ən sadələri, demək, cütü başlayır 80 qəpikdən bir cütü. Zajimlər isə bunlar tüklüdürlər, bunlar biraz yuxarıdır. Sadə zajim çeşidləri, xırda olanlar isə digər tərəfdə göstərəcəm. 35-40 qəpikdən başlayır, üzü yuxarı yenə də dəyişir. Baxın, bunu qəşəng görsənir. Parıltılı. Yay aylarıdır. Bu kimi çeşidlər yəqin ki, indi daha dəbdə olar. Xanımlar bilər, xanımlar aşağıda qeyd eləsin. Və həmçinin belə fərqli mirvari kimi belə qaşlarla olan çeşidlər də var. Digər eynək modelləridir. Bir ikisini hər dəfə taxım sizə görsədim. Yəni bunların marka, brend və Armani'dir. İndi çox yaxından göstərməyək. Bu belə fərqli Armani loqolu eynəklər də var. Fərqli digər loqolu indi qarşımıza çıxdıqda göstərəm. Rəng çeşidləri də yenə də dəbdə olan, baxın, bu da Armani'nin belə bir formasıdır. Eynək satanlar daha yaxşı belə əllərində göstərirlər. Fərqli biz bacardığımızdan. Belə bax, yaşıl rəngində deyəsən dəbdədir. Bunların da həm iri çərçivənə eynəklərin, həm də daha xırda, daha kompakt çərçivənlə olanlar var. Kimin üzü xırdadırsa ona uyğun fərqli götürüb müştərilərinizə təklif eləyə biləsiniz. Hamısında da qeyd etdiyimiz kimi polaroid şüşədir ki,
uzun müddət istifadəyə imkan verir. Daha sonra qeyd etdiyimiz çətir çeşidlərdir ki, bunlar demək yay ayları üçün. Yay aylarında istifadə üçün daha əlverişlidir. Çünki gördüyünüz kimi kompaktdır. Bir qarış ölçüsüdür qabına. Bu şəkildə çantada daha az yer tutması üçün yay aylarında, istilərdə, nə bilim dənizdə və s. istifadəyə daha rahat uyğundur, imkan verir ki, istifadə eləyəsiniz. Bunu açmaqda köməyə. Çətirlər də həmən qeyd etdiyimiz bu çətirlər gördüyünüz kimi isti aylar üçün. İsti aylarda günəşi keçirməyə görə də baxın belə etiketi də var. UPF 50 bu o deməkdir ki, yəni istiliyi daha az keçirdir. Çeşid məhsullar bu şəkildə, rahat şəkildə istifadə edə bilirsiniz. Rəng olaraq da 6 fərqli rəng çeşidi var. Həmən sırf bu modellərin eyni qaydada yuxarıda da bir fərqli digər çeşidlər də var. Qiymət olaraq həmən bu modellər başlayır topdan qiyməti 5 manatdan, ümumilikdə amma çətirlər, digər çeşidlər, ən sadə çeşidləri başlayır topdan qiymət 2 manatdan üz yuxarı dəyişir. Çətir çeşidlərinin gördüyünüz kimi sağ tərəfdə də bu vitrinlərdə yenə də fərqli qara, ağ, tək rəng, qarışıq rəng olan çeşidlər var. İnşallah o bir tərəfdən göstərməyə çalışacağım. Həmçinin buradan da yenə saç rezin çeşidlərdir ki, bunlar da paçkada 40, 50-li, 100 ədədli olaraq fərqli çeşidlər var. Ölçüsünə görə yenə dəyişir çeşidlərdə. İri ölçü ilə olan çeşidlər var. Üzəri yazılı. Xırda çeşidlə olan var. Baxın belə xırda. Qiymət olaraq da 1 manat 50 qəpik, 2 manat. Bu sadə çeşidlər başlayaraq yuxarı yenə sayına görə qiymət dəyişir. Həmçinin belə tək rəng qara çeşidlər də var. Yeni qeyd etdiyim kimi bunu bu şəkildə də ala bilərsiniz. Paketli formada. Həmçinin də topdan şəkildə də yenə böyük bağlamalarda olan çeşidi qiymət var ki, yenə aşağıda burada yəni istədiyiniz sayda fərqli baxın belə böyük paketlərdə olan çeşidlər var ki, bütün aşağılar hamısı stok olaraq burada tədarük olunur. Buradan da başlayır demək eynəklərin apravanla olan çeşidlər var. Burada sırf dəmir apravanla olan çeşidlərdir. Yenə də dəmir modellərində yenə fərqli çeşidləri var. Xırda apravanla olan çeşidləri var. Yaşıl, qəhvəyi, qara şüşələrlə olan çeşidləri var. Abadok çeşidlərdir. Abadok çeşidlərinin də yenə fərqli, sadə, baxın belə qaşlı, parçanla olan fərqli modelləri var burada. Daha sonra Dajlavik bir neçə gün öncə ən çox lazım olan məhsullardan idi. Yağış üçün bunların çeşidlərdə yenə burada fərqli rənglərlə uşaqlar üçün olan ölçü var, böyüklər üçün olan ölçü var. 2 manat 50 qəpik uşaqlar üçün olan çeşidləridir. Topdan qiyməti baxın bunlar. Böyük ölçülər üçün 3 manatlı topdan qiyməti. Bir neçə rəng çeşidi var. Yenə də hər ehtimalı alıb, saxlayıb satışını həmçində şəxsi istifadə üçün, ehtiyat üçün almağınız yaxşıdır ki, birdən gözlənilməz yağışlarla tutula bilirsiniz. Daha sonra buradan başlayır bir sıra çeşid. Brelok çeşidlərdir. Brelok çeşidlərində yenə burada fərqli aşağıda çeşidləri var. Baxın belə paçkalarla. Yəni burada vitrinləri sadəcə burada showroom xarakterli göstəriş məqsədinə, həm də burada Abşeron Mall ərazisində üstünlüklərdə biri odur ki, pərakəndə satışlı olduğuna görə burada səliqəli şəkildə divarlar boyunca yığılıb. Yəni topdan almaq istəyənlər, yenə də yuxarıda da qeyd etdiyimiz kimi stok var. Həmçinin də bu gördüyünüz aşağıda şkafların aşağılarda bütün hamısı məhsul çeşidləri ilə var ki, rahat şəkildə istədiyiniz sayı sifariş edə bilərsiniz. Ondan heç bir narahatçılıq olmasın. Burada da yenə uşaqlar üçün olan eynək çeşidlərdir. Uşaqlar üçün olan eynək çeşidlərinin sadələri başlayırdı 1.52-dən başlayır. Uşaqlar üçün olan eynək çeşidlərdir. Burada da yenə həm bu tərəfdə, həmçinin də bu digər tərəfdə olan vitrinlərdə baxın fərqli aprava rəngləri ilə oğlanlar üçün, qız uşaqları üçün. Bunlar oğlan uşaqlarına yəqin ki uyğundur. Çeşidləri var. Yuxarıda da yenə saç aksesuarlardır. Burada yenə uşaqlar üçün olan zajin modellərdir. Rezinli, aksesuarlı, iqruşkalı, Hello Kitty'dir. Fərqli
Yenə multifilm qəhrəmanı, oyun qəhrəmanı olan çeşidlər var. Ədədi 20-30 qəpikdən başlayır. Paçkası da yəqin 2.50-3 manat olaraq başlayır. Burada da yenə uşaqlar üçün olan cüzdan və daraq modellərdir. Və kaşalok cüzdan çeşidləri 50 qəpikdir topdan qiymət. Daraq çeşidləri 1 manat, 1 manat 50 qəpik olaraq dəyişir. Fərqli yenə də ölçülərinə görə fərqli modelləri burada yer alıb. Daha sonra keçək yenə burada saç aksesuarlarının qeyd etdiyim kimi tək-tək. Bunlar pərakəndə satış üçün nəzərdə tutulub. Burada tək-tək bu şəkildə sərgilənib ki, həm də seçim edərkən rahat şəkildə buradan da özünüz modellərinə baxıb paçka ilə götürə bilirsiniz. Bunlar da yenə paçkası 3 manat, 5 manat, 4 manat fərqli qiymətləri olan modellər var. Zajimlərdir. Baxın burada siz də yenə bu şəkildə də sifariş eləyə bilərsiniz. Baxın buradan demək həm bu şəkildə bunlar paçkada 100 olur. Xırda zajimlərdir. Bəli siz bunları baxın belə 5'li, 6'lı, fərqli sayda olan burada paketlənmiş çeşidləri var ki, bu şəkildə də özünüz sifarişini öncədən verə bilərsiniz. Burada hazırlanır, paketlənir və sizə göndəriş olunur və yaxud da gəlib alışını eləyə bilərsiniz və üzərində də özünüz öz qiymətinizi, alış qiymətinizi, öz xeyrinizi qoyub satışını eləyə bilərsiniz. Həmçində istəməsəniz böyük paketli şəkildə buralarda yəqin ki var. Baxın, misal olaraq birini göstərəsi olsa, bunlar böyük paketlər. Bunlar onun böyük versiyasıdır. Bu şəkildə yəni paketlərdə də alıb özünüz hansı formada istəsəz satışını həyata keçirə bilərsiniz. Bu şəkildə misal qablarda tökə bilərsiniz, tək-tək də satışını eləyə bilərsiniz. Konseptinizə görə, mağazanızı, ünvermağınıza, harda satacağınıza görə bunu fərqli müştəriyə təqdim eləyə bilərsiniz. Burada da yenə zajim çeşidlərində, burada da baxın səliqəli şəkildə bu formada. Bunlar yenə qeyd etdiyim kimi topdan alış etdiyiniz zaman həmən bu kartlar, kart deyək də indi bu qiymət vitrin kağızları da üzərində sizə tam ödənişsiz şəkildə mağaza tərəfindən verilir. Aldığınız sayaya görə. Həm zajim üçün olan çeşidləri, zajim üçün olan, nevdimkalar üçün olan fərqli 5-6 cür olan qiymət kağızı var. Bunların da həmçinin eynək üçün olan, baxın bu şəkildə də olan çeşidlər də var. Daha səliqəli şəkildə müştərilərinizə təqdim eləyəsiniz. Saç aksesuarlarında həddən çox çeşidi var. Belə baxın, xırda 12'li. Saç zajimlərdə baxın bu həmən təkillər bu ölçüdən başlayır xırda ta ki böyük ölçülərə qədər. 25-30 qəpikdən başlayır. 40, 45, 50 tüklülər biraz daha zərillər, dəmirlər 1 manat 90 qəpik və s. kimi dəyişir. Burada da xanımlar üçün olan eynək çeşidlərdir. Yenə də fərqli onlarla çeşidləri var xanımlar üçün. Rəngli şüşələrlə olan böyük yapraba, kiçik yapraba və s. kimi bu divar boyunca da hamısı xanımlar üçün olan eynək çeşidlərdir. Yuxarıda da yenə paralel şəkildə zajim çeşidlərdir. Zajim çeşidlərində onlarla xırda, irili, fərqli formalarda olan çeşidlər var. Daha sonra uşaqlar üçün belə qolbaq modelləri var. Fərqli aksesuarlarla və rənglərdə. Uşaqlar üçün olan qolbaq modellərinin də qiymətinə görə 1 manat və 1 manat 50 qəpik olan çeşidlər var. Gördüyünüz bu sadələr 1 manatdır. Topdan qiymətləri belə çeşidlər var. Üzəri daş və həmən bu təbii otdan dedik də. Baxın, bu həmən bu krem hissəsi təbii otdur. Bunlar isə 1.50-dir. Pərakəndə satışı isə 2.50-3 manat fərqli dəyişir. Bunların da burada yenə üzəri fərqli qaşlarla, aksesuarlarla olan modelləri var. Yuxarıda da həmçinin fərqli modelləri var. Daha sonra növbəti yenə daha iri, öncə qeyd etdiyim zajim çeşidlərdir ki, daha böyük həcmli olan çeşidləri. Yenə burada da paçkası 5 manat, 4.50, 5 manat, 5.50 fərqli qiymətlər var. Yenə bunu satış edənlər zaten baxanda özləri qiymətini təxmin edirlər. Satışına başlamaq istəyənlər də qeyd etdiyimiz əlaqə nömrələri ilə, həmçinin mağazanın sosial şəbəkə ünvanları da var ki, qeyd edə bilərik. Oradan da mütəmadi izləyə bilərsiniz. Mağazanın WhatsApp qrupu da açılıb yeni. Sırf bu videodan başlayaraq kimlər ki satış eləyir, mağazadır və yaxud da onlayn satış eləyir, onlar qoşula bilər. Qeyd etdiyim kimi onlayn satış eləyənlər minimum 100 manat göndərmələri mümkündür. Mağazalar isə zaten mütəmmadi alışlarını edirlər. Onlarda heç bir problem yoxdur. Eləcə də eynək çeşidləri, zajim çeşidlərində
Bu gördüyünüz kimi paçka ilə olanlar paçka satışda olunur. Tək olan modellər isə qolbağlardır və s. hansı ki təklidir. Onlar tək də satış olunur. Sətirlər də həmçinin tək satışı fərqli çeşidləri var. Oğlan üçün, qız üçün, bağçalar üçün olan, bəylər üçün olan. Sətirlərin belə fərqli, kreativ, maraqlı butulka formasında olan qablaşmada. Baxın belə butulka formasında. Bu şəkildə açmaq istəmirəm, yığmağı çətin olacaq. Bu şəkildə fərqli rəng çeşidləri var butulka formasında. Eləcə də digər stabil, şablon olan, bəylər üçün olan qara çeşidləri, sətir çeşidləri, iri ölçü, prezidentski olan sətir çeşidləri. Bunun da birinin böyüklərin qiyməti artacaq. Ən bahalısı neçə olur bu çətirlərin? 8? 8 manat. Toptanı da yəqin ki. Ən bahalısı 7-8 manat olacaq topdan qiymət. Ölçü olaraq baxın hardasa 1 metrə yaxın diametri var. Bunların da həm avtomat olan çeşidləri var, həm yarı avtomat olan çeşidləri var. Fərqli çeşidləri var ki, satanlar da bunu bilir. Yəni bağçalar üçün, məktəblilər üçün, uşaqlar üçün uşaq desenli, teksturalı olan çeşidləri var. Multfilm qəhrəmanlı, oyun qəhrəmanlı, belə xırda çeşidlər var. Bunlar da uşaqlar üçün olan çeşidlər 2 manatdan başlayır. Sadə çeşidləri yenə 2.50, 3-4 manata qədər fərqli modelləri var. Bu qədər dostlar, bütün çeşidləri maksimum tez bir vaxtda göstərməyə çalışdım. Qayıtdıq yenə bu brelokların qiymətini demədim ki, minimum başlayır 80 qəpikdən. Nəzərinizdə olsun ki, bunlar da yəni formasına görə, yəni baxın bu silikon, bu bilərzik hissəsinin olmasıdır. Bunsuz qiymətlər, yəni bazarda fərqli qiymətlərə rast gələ bilərsiniz. Burada da bu həmən silikonlu fərqli, yəni də 100-ə yaxın burada fərqli oyuncaqla olan çeşidləri var ki, qiymət 80 qəpikdən başlayır. Ən sadələri yuxarı qalxdıqca qiymət də yenə fərqlənir. Bu tərəfdə də yenə rahat şəkildə burada gəldiyiniz zaman uşaqlarınızla, ailənizlə düz həmən Abşeron Landin ərazisinə çıxır ki, burada da oyun zonaları var, zoom zonalarıdır. Daha sonra Lego evi var. Qarşıda böyüklər üçün RC Game var. Tikinti maşınlarının pultla idarə olunan oyun yeri var ki, rahat şəkildə övladlarınızı da burada qoya bilərsiniz. Həmçinin buradan da yenə mağazanın girişini qeyd etmək istəyirəm ki, buradan da girişini eləyə bilərsiniz. Mağaza yenə yerləşir. Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 26, mağaza nömrəsi 3. Yenə də hər hansı çətinliyiniz olarsa, sual olarsa, mağaza əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz. WhatsApp qrupa qoşulmaq üçün, sifariş üçün, regionlara göndərilməklə bağlı bütün nə suallarınız olarsa, mağaza əməkdaşları sizə bununla bağlı tam dəstəyi verəcəklər ki, rahat şəkildə siz də alış-verişinizi edə bilərsiniz. Bu qədər dostlar, kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda bu çeşid məhsullar satan varsa və yaxud da mağazası verməyi olan varsa da bu çeşidləri sata bilər deyə düşünürsünüzsə, bu videonu da həmin şəxslərlə paylaşın. Onlar da tanıyıb, faydalansınlar. İzlədiyiniz üçün təşəkkürlər.